Maldivdə balıq tutmağa getdik və nələr tutduq nələr. Turun qiyməti 2 nəfərlik $268 təşkil edirdi. Bu tura yemək filan heç nə daxil deyil, sadəcə su verilir. Ümumilikdə 5 nəfər idi, əlavə 3 işçi var idi. Hava əla idi, okean isə sakit. Getdik və işçi xüsusi eynək idi, səhv etmirəmsə onunla baxdı və dedi burada balıqlar var, dayana bilərik. Daha sonra işçi balığı necə tutmaq lazımdır bizə göstərirdi. Ürəyimdə dedim ay bala, istəyirsən mən sənə öyrədim. Bu arada balığı tunanın qarın hissəsi ilə tuturduq. Özü də çox qəşəng, belə iri tikələr idi. Sizi bilmirəm, şəxsən mən balıq tutmağı həddindən artıq çox sevirəm. İmkan olsun Bakıda da hər gün balıq tutmağa gedərəm. Mənim babam da həvəskar balıqçı idi və dəfələrlə onunla balıq tutmağa gedərdik. Nəysə, uzun sözün qısası, başladıq gözləməyə və sizcə nə oldu? İlk balığı mən tutdum. Balıq o qədər gözəl idi ki, sanki akvarium balığı idi. Yəni yeməli deyildi, süfrəli deyildi. Ona görə çox keçmədən onu yenidən okeana, yəni öz evinə qaytardım. Mama isə maşallah əli çox bərəkətli çıxdı. Düz 2 balıq tutdu. Qrupumuzda Çinli oğlan var idi. O 1 balıq, Çinli qız isə düz 2 balıq tutdu. Özü də ən böyüyünü o tutdu. Mənimki isə sadəcə ilk və ən yad görünən nominasiyanı qazandı. Amma zarafat bir yana, Maldiv okeanı həqiqətən möhtəşəmdir. Burada 2000-dən çox balıq növü yaşayır. Hətta elə növlər var ki, dünyada yalnız bu sulara məxsusdur. Bəzi balığın rəngarəngliyi o qədər heyrətamizdir ki, sanki rəssam fırçasından çıxıb. Yəqin videodan da görürsüz. Balıq tutmaq sadəcə ov deyil, səbir, diqqət və bəlkə də biraz şans oyunudur. Siz olun, Maldivə gəlsəniz belə bir turu qaçırmayın.